Cəlilabadda 19 yaşlı gənc suda boğulub. Hadisə rayonun Privolniya kəndində baş verib. 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlaloğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub. Onun meyti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Gürcüstanda Azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundan olan həmyerlimiz Niderlandda faciəvi şəkildə həyatını itirib. Aşağı Saral kənd sakini olan 18 yaşlı Raliz Rəqimov ötən gün bədbəxt hadisə nəticəsində göldə həyatını itirib. Bildirilib ki, Raliz Rəqimov işləmək məqsədi ilə Niderlanda gedibmiş. Bakıda məktəbli qız vəfat etdi. Binəqədi rayon Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Tanrıverdiyeva Rüqayyə İsmail qızı dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib. Ötən gün Göyçay rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü Elmira Feyzulayeva dünyasını dəyişiblər. Əldə etdiyimiz məlumata görə qəzada həyatını itirən Elmira Feyzulayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub. Qeyd edək ki, qəza zamanı avtomobillərdə olanlar 1968-ci il təvəllüdlü İmran Əmrahov və bacısı 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzulayeva və 2016-cı il təvəllüdlü şəxs xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir. Vəhşi heyvanlar daha çox rayonun Həzə Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur. Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə canavarlar 5 baş xırdaboynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə 40-a yaxın xırdaboynuzlu heyvanı vəhşi heyvanların hücumu nəticəsində tələf olub. Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğunu qeyd edib. Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə hazırda araşdırmalar aparılır və dəqiqləşmələr həyata keçirilir. Aidiyyatı qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır deyə sədr bildirib. Göyçayda ilan sancması hadisəsi baş verib. Hadisə rayonun Şəkər kənd ərazisində qeydə alınıb. Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib. Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib. Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.